Salam əziz və hörmətli dostlar. Xoş gördük. Umarım hər zaman ki bu videonu görəcəksiniz, şad olasınız, xoş olasınız. Bildiyiniz kimi mən hər gün çalışıram, bir səfər kitab oxuyayım, vaxtım olanda oxuyuram. Bayaqları da başladım oxuyam. İş gəldi qabağa çıxdım və indi fürsət tapmışam ki bir istirahət eləyəm. Bu istirahətdə o bir səfər kitabı oxumağa başlayıram. Kitabımızın adı Türkçülüyün əsasları, yazan Ziya Gökalpıdır. 98-ci səhifənin 1-ci paragrafının son 2-ci sətrində qaldıq. Qadınlar örtünməyə aid heç bir şərtə bağlı deyildilər. Dedi ki, xanımlar o cələsələrdə ya şəhərdə, kətdə, obada heç bir örtünməyə görə heç bir şərt yox idi ki, bunları örtürür, nə cür giyinsinlər. Əlbəttə bunu deyim ki, bizim sünnət, ərəbcə sözdür sünnət özü, bizim ənənələrimizdə, dəblərimizdə ki, tarixdə gəlibdir, sinə-bəsinə, nəsl-bə-nəsl gəlibdir. Bizim hər elimizin hərəsinin öz coğrafiyasına görə hava istidir, soyuqdur, dağlıqdır, qarlıqdır, nədir? Bunlardan dolayı paltarı dəyişər. Və o paltar oranın rəsmi paltarıdır. Və bizim gəlinlərimiz ehtiramən, mən gördüyüm hətta deyirəm Qaradağda, ehtiramən ərə gedəndə ağızların yaşmaqlardılar. Özlərindən böyük adamlarla nazla danışardılar. Yəni bir uzun zaman çəkərdi ki, bir şey alırlar və danışarlar. Danışmazdılar. Xaqanın hökumətində ya Xaqanın Xaqanın hökumətdə ortağı olan xatuna Törkən unvanı verilirdi. Dedik ki, türklərdə o zaman ki xan seçilir, xanın xanımısı da seçilir ki, ondan bərabər olsun. Ona deyirlər xaqan, ona da deyirlər xan, xatun. İndi xanların xanı olur xaqan, xaqanın xanımısı da olur xatun deyilir indi ona. İndi deyir ki, xaqanın hökumətdə ortağı, hökumətdə şəriki. Yəni, hökumət iki nəfərin arasında bölünür. Diqqət buyur. Yəni, türklərdə hökumət qədim zamanlar bir nəfərə aid deyilmiş. Bunu dünənlərdə dedik ki, dəstur yazanda da əgər yazsaydı xaqan əmr edir, heç kəs onun sözünə qulaq asmazdı. Kodeta kimi bir şey nəzərə gələrdi. Onun üçün adamlar gərək yazıydı xaqan və xatun əmr edirlər. İndi onu deyir ki, xaqanın hökumətdə ortağı olan xatuna adı nə idi onun siyasi olaraq? O xaqan şahların şahı. İndi xatununa nə deyirlər o xatuna? Ona da deyirlər Türkən unvanı verilirdi. Onun siyasi adı, siyasi farsça caygah deyirlər. Siyasi yeri, mövqeyiyyəti, durumu, onun adı nə idi? Türkən idi. Bəzi filmlərdə də bunu görərsiniz, serial ya dizilərdə ki, bir xanımın adı Türkən xatundur, Türkən. İndi görəcəksiniz ki, hər iki dənə gözəl adı işlədir. Xatun, xaqan sülaləsində bütün prenseslərin ortaq unvanı idi. Bilirsiniz ki, İranda farslar şah, şahzadə deyərlər. Şahzadə şah doğar, oğlanı da qızı da şah doğar, xanımızı doğmaz. Ona görə ona şahzadə deyərlər. Fərq eləməz ki, qız olsun, oğlan olsun. İkisi də şahzadədir. Amma Avropada və ərəb məmləkətlərdə qızla oğlanın fərqi var. Oğlana prens, qızlara prenses deyərlər. İndi deyir ki, xatun, yəni xaqanın xanımısı ki, hökumətdə şərikdir, xaqan sülaləsində xaqanın özünün nəslindən gələn, yəni özündən sonra onun uşaqları, nəvə nəticələri
bütün prenseslər, tamam adamlar ki qızdılar, qız gəlirlər dünyaya, ortaq unvanları, onların hamısının bir müştərək adı var. Siyasi adları var. Çünki onlar bir siyasi ailədə gəlirlər, siyasi ad daşırlar. Unvan adları nədir? Türkən idi. Üzr istəyirəm, xatun idi, xatun. Türkənin də mütləqa xatunlardan olması gərəkdiyindən ona da sadəcə xatun deyə bilirdilər. İndi dedik ki, xatun kimdir? Xatun Xaqanın xanımısıdır. Dedik ki, o vəliəhd yax, o oğlan uşağı şah ola bilər ki, nənə və dədə tərəfindən türk olsun. İndi ona nə deyirlər burada? Ona türkən deyirdilər. Tamam, türkən. O adam olurdu ki, türkən, dədəsi də nənəsi də türkən gəlir. İndi deyir ki, türkənin də mütləqa xatunlardan olması gələkirdi. Xatun dedik, şahın qızları da. Bunlar da dedik ki, hamısı prenseslərə xatun deyəcəklər. Deyir, türkən, o şahın xanımısı da mütləqa prenseslərdən olmalıdır. Yəni, xatunlardan olmalıdır. Buna görə də sadəcə ona xatun deyə bilərdilər. Çünki əvvəl xatun olur, sonra ərə gedir, olur. Məsələn, şahın arvadı, əgər qismət olsa, şahın, o oğlan şahlığa yetişsə, ona xatun deməyəcəklər. Nə deyəcəklər? Türkən. Əski türklərdə əş bilirsiniz, dedik Türkiyədə. Buna görə ki, bir dənə termindir, bir dənə sözdür, hüquqi sözdür. Buna görə ki, xanımlarla, erkəklərlə xanımlar bir hüquqi vəziyyətdə duralar, biri-birindən üstün olmaya, farsça bərtər olmaya, ona görə buna əş deyiblər. Əş dedik ki, məsələn, gözlərin ikisi də bir-birindən əşdir. Biri alçaq, biri üstdə. Əlbəttə, bəzən görəsən göz mərizlər, o başqa bir şeydir. Yəni, 100% adamda gözdə məriz olar, o başqa. Amma normal insanda göz normal olsa, bunlar əşdilər. Əski türklərdə əş. Qarıya əş, indi qarı da deyirlər Türkiyədə. Dedim, bizim Güney Azərbaycan qarı sözünü işlətmirik. İlla yaşlı ola. Qarıya yalnız bir dana əş yalnız bir dana ola bilərdi. Pəs türklərdə, əski türklərdə Xaqanın bir dana xanımısı ola bilərdi. 2 dana arvad ala bilməzdi türklərdən. İmperializm dövrlərində Xaqanların və bəylərin bu gerçək eşdən başqa kuma adı ilə başqa ellərə mənsub olduqları da buluna bilərdi. İmperializm nə deməkdir? İndi Xaqan türklərin şahıdır. Əgər bu Xaqan gələ ermənilər, ərəblər, bəluçlar, o birisi millətlər, onların torpaqlarını ala, onları gətirir öz bayrağı altına, bu şəraitdə, buracan ona Xaqan deyirdik. İndi olur imperator. Çünki türklərdən əlavə ayrı millətləri də və torpaqların da aldı hökumətinin altına. Buna deyirik imperator. İndi o adamlar için mümkündür bir nəfər mənə tay, sizə tay, birimiz deyək ki, biz məsələn Ermənistan da bizimdir, alacağıq, Kürdistanlar da bizimdir, alacağıq, Türkiyə də bizimdir, alacağıq, Azərbaycan da bizimdir, alacağıq, nə bilim, Gürcüstan da bizimdir, alacağıq, Əfqanistan da, Əraq məmləkətdə, Ərəb məmləkətləri də, Əraq da, nə bilim, Fulanda, Bəhmanda bunları alacağıq. Məsələn, bu adam mümkündür heç karədir, amma bu fikri var. Bu fikrə deyirlər imperialisti fikir. İmperialisti fikir. Bu olur imperialisti bir fikir, düşünce. İndi o adam ki bunu icra edir, o özü imperialist. O hakimiyyət ki bunu icra edir, o da imperialistdir. Türklər bir dövrlərdə çox dövrlərdə Türklər normalda hökumət quranda keçən 100 ildən sonra imperialist olublar. Yəni o birisi millətləri də eləyə biliblər ki,
farslar deyirlər mehmiz, dizlərinin altına çökürdələr və imperialist olublar. Bu imperialist olanda, yəni ayrı millətlərin hökumətləri də gəlib məcbur eləyiblər bunlara tabe olsun, bəzən qorxularından, bəzən də həmlə eləyiblər, savaşıblar, tərəfi məğlub eləyiblər, ya öldürüblər, ya da adam deyib ki, şərtinizi qəbul edirəm, şah qalıblar. Munta, dedik ki, o dövrdə şahlar normalda gələrdilər bunların xanəvadələrindən özlərinə, ya ovladlarına, ya ordu fərmandehlərinə xanım alardılar. Həm bir cürə əsir kimi olarmış, həm də bir cürə bağ bağlanardı. Yəni, o adam deyərdi ki, bax, o mənim, məsələn, şah mənim damadımdır. Bacımın əridir, ya qızımın əridir, ya nənəmin əridir. Deyol, damadımdır hər halda. Tərəfdar olardı. Və bu model tərəfdarları saxlamaq, bunlara loyalty deyirlər. Yəni, bu insanlar vəfadar qalsınlar deyə familləşirlər. İndi, bu tarixin böyük, uzun zamanda tarixdə olubdur. İstər-istəməz tarixdə bu olubdur. Və uzun zamanda bəzən davam gətiribdir. Həzrəti Məhəmmədin də evlənməklərinin bir çoxu beləsi olubdur. Qızların verib böyük adamlara. Əgər iştibah eləmişəm, bir qızın veribdir Əbu Bəkrə, biraz qalıbdır, indi ya doğub ya doğmayıbdır, Allahın rəhmətinə gedibdir, ikinci qızın verib həman adama. Ömərdən qız alıbdır, nə bilim, Əliyə qız veribdir, ərz edeyim xidmətinizə, Osmanın da qızın fikrini alıbdır. Yəni, güclü adamlarla, ondan sonra da bir çoxlu, yəni, bunlara dini izdivac demək olmaz. Bunlar siyasi evlənməkdir. İndi, mən bayaqları bunu deyəndə yadım, yəni, kəsildi demədim. Qacar dövründə də bu ittifaq düşübdür. Türklər, baxın, İranlılar, yəni farslar, nəftin pulunun gücü ilə tarix yazdırıblar. İnsanlara pul verin, oturacaqlar orada yazacaqlar. Sonra da bunları qoyun danışıqlarda dərs oxusun, mənbə olsun. Uşaqlar bunu oxuyacaqlar, gedəcəklər. Dünyanın hər yerində bunu deyəcəklər. Dünyanın hər yerində də siz bunu pompaj eləyin, yəni. Puluna pompaj eləyəcəksiniz, tarix düzəldəcəksiniz. Bu İran bu işi görübdür. Biz də mütəəssifanə bu günləri Türk tarixinə üçün özümüz yazmamışıq keçən yüzildə. Özümüz oxumamışıq. Tamamən farslar bizə nə örgədirlər, nə yazıblar, nə oxuyuruq, danışıqda, onları bülbül kimi təkrar edirik. Müqəllidi məhz və onları calibdir, vəhy-i münzəl kimi tanırıq. Filankəs kitabında yazıbdır, kitabda duruq, yalanları kitabda yazarlar. Və kitabda yazıblar. Və cəhəl eləyiblər tarixi. Məmləkəti cəhəl eləyiblər, qala hələ tarixi. Milləti cəhəl eləyiblər, qala tarixi. Ərz edeyim xidmətinizə ki, Qacar dövründə, ona üçün də insanların hamısının zihndə Qacar, Türk, hər kəs gəlsə o qədər bu kitablarda yazılıb deyilibdir ki, hamısına bir tohin deyiblər. Yəni, hər bir dana şahın, məsələn, ən son kitab ki yazıbdır, Riza Şah adında bu şey yazıbdır, Sadiq-i Ziba Kəlam. Mən çox istədim dostlar bunu PDF-ə çevirələr. Mən bunun üstə bir təhqiq eləyəm, gələm, Günaz TV-də bunu açıqlayam, görək ki, nə qədər söyüş yazıbdır, təhqiramiz sözlər yazıbdır, adın yanında, ləqəb olaraq. Məsələn, zənbaz, həvəsbaz, nə biləm, puldust, maldust, tərsu, filan, bəhman. Və heç kəs demir ki, Qacar dövründə nəft yox idi, qaz yox idi, millət də nə vəziyyətdə idi və bunlar hangi maliyyatla, nə qədər maliyyatla geçinirlər. İndi İran dövləti bu günləri nəft olmasın, qaz olmasın, görək ki, bu maliyyatla nə cür eləyə bilər ki, bu fəqət xaricərlərinin, qarimətlərinin qarın xərcin verər, yemək aylıqların verə bilməz, imkansızdır. Qacar ondan 30 il dava eləyibdir Rusiyayı. Hər halda, bunlar gəlirlər, deyirlər ki, Qacar dövründə
hərəm sərası var idi, şahlar elə idi, belə idi. Təqribən tarixdə bu cür bir şey olubdu. Yəni deməyək ki, yoxdur. Amma mən bir dənə farsların yazılarından keçən günlərdə oxuyurdum. Bir dənə də ondan shot screen götürmüşəm, amma bir ay zad olar, bəlkə də çox olar. Amma indi onu tapmaq özü bir müşküldür mənim üçün. Bir yol. Ərz edeyim xidmətinə ki, orada deyir ki, Nasiruddin Şahı Qacar şikar üçün durur gedir eşiyə, çölə. İndi Zəncan tərəflərinə gəlir, hara gəlir, ya Həmədan tərəflərinə, dəqiq zehnimdə deyir. Amma gelir hər halda bir uzaq bir yerə, orada şikara. Şikarda nə cür olur ki, bir dənə qızı görür çöldə. Yekə, boy-buxunlu bir qız görür və gözəl də deyil bu qız. Əslən gözəl deyil. Və nə cür olur? Bundan bir əlaqə qurur. Yəni ona demir mən şaham qaydətən. Və sərbazını ya nigahbanı da göndərmir, gedin tutun, gətirin, bura görün, mən onu yiyəcəyəm, mən canavaram. Yox. Gedir o qızla indi ya köməklik eləyir, ya eləmir, onun etimadını cəlb eləyir ki, mən sənə zərər vurmayacağam filan. Fəlsə səndən bir suallarım var. Bu qızdan bir neçə sual soruşur. Görür ki, bu qız çox zəki bir qızdır. Çox zəki. Və heyfi gəlir ki, bu qız niyə qalsın bu kətdə, məsələn, çobanlıq eləsin. Məsələn, niyə bu gedib dərbarda bir təlim görsün və bir iş sahibi olsun. Cəlibdir ki, farslar buradan bu üzərinə nağılı demirlər. Siz bunu ayrı yerlərdə oxursunuz ki, bu xanım, mən bunu ayrı yerdə oxudum, o Nasiruddin Şahın qızına müntəsəb bir roman var. Tarix kitabı deyil, romandır. Xatirə model bir şeydir, yazıblar. Mən, çünki xüsusən bu farslar onu edit eləyiblər. O kitabı tarixi kitab və Nasiruddin Şahın doğrudan qızı yazdığına inanmıram. Yazsa da ona əl aparıblar, 100% əl aparıblar. Onu biz özümüz hakimiyyətin quzurandan sonra o kitabı tapıb təbii ki, onu əsil şəklində nə cürdür, o şəkildə çap eləməyə haqqımız var. Amma bu qız yazır ki, o qız ki, Nasiruddin Şah oradan gətirib və farslar deyirlər, bu bunun arvadlarından biridir filan, bəhman. Bunu biz görürük ki, dərbarda o kitaba istinadən, Nasiruddin Şahın qızı yazdığı xatirələrə istinadən görürük ki, o dərbarda böyük bir yer alıbdır, siyasi yer. Yəni, xatunlar var orada, yəni Şahın öz ailəsindən var, qızları var, bacıları var, xalaları var, dayıları var, əmmə, hər şey, bu familləri vardı da. Amma nənəsi var, amma ya xanımları var, amma görürük ki, bir dənə səfir xaricidən gələndə, bir dənə şah gələndə, şahla Nasiruddin Şah özü görüşür. Onun xanımısı ilə o qonaq gələn adam ki, vətənimizə, bizim toprağımıza qonaq gəlibdir, bu xanım görüşür. Bu bunu göstərir ki, bu xanımları alırdılar, gətirirlər dərbarlara. Oğlanları da əlbəttə bu cürsü. Və bunlar haqları yox idi ailələrinə bir də qeydələr. Çünki bunlar casus ola bilərdilər xaricəlilərə. Bunun üçün də çox xanımlardan istifadə edirdilər. Çünki xanımı alırdılar, gətirirdilər bura. İndi buna bir ayda bir aylıq da verirdilər. Bilirsiniz ki, tamam xanavadətinə aylıq verilirdi şahın və bunlar ailələrini göndərə bilirdilər. Amma ailələrin gedib görüb onların yanında qalsınlar, onlar gəlsinlər dərbara, dərbarda qalsınlar. Bu çox nadir bir durum idi. Yəni olmazdı, çox az olardı. Və bu qızlar, bu xanımlar, bu ağalar ki, burada işlər, bunlar hamısı siyasi. Hətta görürsünüz ki, indi məsələn, mislə Fətəli Şahı filanıza pislədələr, Qacarı da pislədələr. Deyirlər ki, arvadlar siyasətə dixalət edirdi. Əslində, arvadları aparırlar siyasətə dixalət eləsin. Əslində, xanımlar dərbarda siyasidirlər. Yəni, axı, bir nəfər uşaq bir dənə xanəvadədə doğur, siyasi xanəvədə, o siyasi olacaq təbiyyətən. Bir dənə gəlin gəlir bir dənə xanəvədəyə, siyasi olacaqdır. Fərəh durur, gedir, şahın arvadı olur, ya Sürəyya şeydən gəlir, şahın xanımısı, Pəhləvinin xanımısı olur, siyasi olur istər-istəməz. Məmləkətin işlərində, siyasətində dixalət edir, adamları ilə görüşür, idarələr qurur, sistem müdiriyyət edir filan, bəhman.
Yəni bu təvəhhümlərdən biz çıxaq, o şeylərdən çıxaq. Hər halda onun bayaqları yarımçılıq qoymuşdum, ona görə istədim onu desin. Deyir ki, imperializm dövrlərində o zaman ki, türklər imperialisti bir hökumətlər təşkil veriblər, ayrı millətləri və ayrı torpaqları da alıblar öz bayraqları altına. Orada xaqanların və bəylərin, bu iki xaqanlar, xanlar, bəylər bunlar bu gerçək eşdən başqa, yəni o gerçək dedik ki, həqiqi, səhih kəlmə ki, ərəbidirlər, onların türkçəsidir, gerçək və doğru. Doğru eşdən xanımdan ki, bərabərdirlər, başqa, ondan başqa, yəni ondan ayrı, kuma adıyla başqa ellərə mənsub ermənilərdən, kürdlərdən, deyək, ərəblərdən, bəluçlardan, Pakistanlıdan, Hezarədən filandan da hindilərdən, nə bilim, oradan, buradan ellərə mənsub olanlardan xanım alardılar, evlənərdilər. Dedim, bunlar siyasi olardı. Bunlara adına nə deyərdilər bu xanımlar gəliblər? Xatun da deyirlər bunlar, türkən də deyirlər. Bunlara nə deyirlər? Bunların uşaqları da şah olmaz. Bunlara nə deyirlər? Kuma. Tamam. Fəqət bu kumalar gerçək eş nitəliyində deyildilər. Bunlar vaqei və doğru xanım vəziyyətində deyirlər. Hüquqi cəhətdən, siyasi cəhətdən eyni vəziyyətdə deyirlər. Amma məsələn, indi o dizini görmüşük da ki, Magnificent Sultan Süleymanın serialı dizisi. Orada o xanımı görürsünüz ki, Rusdur. Gətirirlər dərbara və bu şahın nənəsi ilə, bacıları ilə, zadı ilə savaşa qudrəti alır əlinə və görürsünüz ki, böyük yerə də çatır. Yəni bu ola bilir ki, xanımlar bəzən uşaqları şahlığa çatdıralar. Bunu görürsünüz, o kumaydı, o xanım kumaydı, amma eləyə bilir ki, oğlun şahlığa çatdıra. Türk törəsi bunları rəsmən eş tanımazdı. Türkün törə dedik nə mənə? Urf. Ürf ki deyirlər ərəbcə. Farsda müadili yoxdur. Ürf dediyimiz şey türkcədə şeydir, törədir. Türk törəsi, yəni ürfündə bu xanımlar ki, ayrı millətlərdən olur, şahlar oranın torpağını alandan sonra onları özlərinə bəfadal qılsınlar deyə onların qızları ilə, bacıları ilə evlənirlər ya öz qızlarını onlara verirlər. Bunlara da nədir? Bunlar rəsmi eş tanımazdılar. Türk qanunları bunları rəsmi xanım tanımazdı. Dedim, bunların uşaqları da şah ola bilməzdi. Bunlar şər'i bir hilə ilə ailənin içinə geçirmişdilər. Bunlar çox da müsəlmanlıqdan sonra olubdu. Amma şər'i bir hilə ilə, yəni nə bilim, adım bir şey qoyublar, bunları gətiriblər. Bilirsiniz ki, fəqət siğə məsələsi fəqət şiədə var və Fars şiəsində var. Sünni dünyasında siğə məsələsi yoxdur və fahişəlik bilirlər bunu. Çünki siz eləyə biləməzsiniz bir xanımla yarım saatlıq rabitə qurasınız. Onun uşağını da almayasınız. Uşağı sizin uşağınız olmaya. Və indi İslamın qanuna görə 3 ay iddə saxlaya. Ya 2 dənə 3 ay, nə bilim. 4 ay, 5 ay, 6 ay iddə saxlaya. İndi orasını bilmirəm. Amma yəni bəlkə uşağı olar deyə. Dədəsi bəlli olsun. Kumaların çocukları öz analarına ana deyəməzlər. Wow, bunu bilmirdim. Bu da calibdir. O xanımlar ki, özgə millətlərdəndir, türk deyirlər, şahlar, xanlar alıblar, onların uşaqları, onlardan olan uşaqlar öz nənələrinə, doğduğu nənələrə ana sözün işlədəməzlər. Teyzə deyə çağırırdılar. Onlara dədələri üçün dədələri şahdır, nənələrin teyzə deyə çağırardılar. Məsələn, deyə xala deyə çağırardılar. Xala. Xala ərəbcə olduğu üçün bunun türkçəsi nə nədir? Teyzə. Əmmə də
şeydir, ərəbcədir. Onun türkçəsi bizdə mamadır, Qəradağda mamadır. Əmmə demərik, mama deyərik. Ana xitabını yalnız babalarının gerçək eşinə söyləyə bilərdilər. İndi bu uşaq olubdur, qızdır ya oğlandır, istir nənəsini çağırsın, nənəsinə deyər teyzə, xala. Şahın doğru xanımlarına ki türkdülər, onlara nə deyər? Deyər ana. Gerçək əşinə, yəni xanın ya şeyin gerçək əşinə söyləyə bilərdi. Eyni zamanda kumaların çocukları mirasa da girəməzdilər. Mən dedim şahlığa gəlin, deyir, bunlara miras da yetişməz. Siğa kimi bir şeydir əslində. Dedim, bunlar hamısı siyasi olduğu üçün bunlara çox şey eləmirlər. Əlbəttə, bunlar da pullu olarlar. Yəni, həm dədə tərəfindən bunlara çox köməklik olunlar üçün hökumətin içindədirlər, həm də hökumətin içində bunlara çox köməklik olar. Çünki bəzən bunlar, xüsusən bəzi şahlar evlatlarını öldürərdilər. O dövrədə bunlar eləyə bilərdilər ki, uşaqların şahlığa yetirərlər. Və bir də insanlar bunların dövrəsində toplanardılar, bunları şahlığa yetirsinlər, kodita eləsinlər şahın əleyhinə ya şahın vəliəhdinin əleyhinə. İndi deyir ki, kumaların oğulları, babaları xaqan olsa belə asla xaqan olamazdılar. Bu xanımların uşaqları, oğlan uşaqları, babaları xaqan da olsa, heç vaxt əsla, yəni heç vaxt əbədən, əsla ərəbcə sözdür, onu asla türkçələdiblər, asla deyərlər, əsləndir, amma asla deməklə onu biraz türkçələdiblər, asla, yəni əbədən, o da ərəbdir, heç vaxt, türkçə heç vaxt, bunlar xaqan olamazlar. Kumaların xatunlardan fərqi budur ki, Kumar xaqanın öz elindən deyirdilər. İndi kuma ilə xatunun fərqini deyir budur ki, xatunlar xaqanın öz elindəndirlər, yəni türklər əsil ailədilər, hər iki tərəfdən türkdülər. Xatun, kumalar o xanımlardırlar ki, dədələri, nənələri türk deyil, ya dədələri türk deyil. Əlbəttə bunların həm dədələri, həm nənələri türk deyil. Xatun isə xaqanın öz elindəndir. Xatun xaqanın öz millətindəndir. El, millət deməkdir. Öz millətindəndir, yəni türkdür. Kuma Çin prenseslərindən isə Qonçoy adını alırdı. İndi Kumay əgər Çinli şahın qızıdır, imperatorun qızıdır, onun adı nə deyərlər? Qonçoy. Qonçoy, Qonça kimi, Qonçoy. Qonçoy ona deyərdilər və ona Kumay deməzdilər. Çünki o, Çində bu adı hətmən ona işlədirmişlər. Qonçoy digər kumalardan öncə gəlirdi. İndi deyək bir dənə şahın 5 arvad var. Biri ermənidir, biri ərəbdir, biri bəluçdur, biri Çinlidir, məsələn. Onlara Kumay deyərlər. Çindəkinə Qonçoy deyərlər. Bu Qonçoy ikinci yerdə durar. Yəni şahın əvvəl xanımısı, əşi ki, türkdür. O, ikincisi Qonçoydur. Çünki Çin güclü bir, yəni imperatorluq idi, böyük imperatorluq idi. İndi siz onun qızını almışsınız, onun gücü hökumətinizə görsənəcəkdir. Bu öncə gəlirdi, yəni Kumaylardan qabaq olardı. Dedim ki, ikinci yerdə olardı. Fəqət Qonçoyların üstündə də xatun var idi. Bu dedim ki, o da bundan üstdədir. Xatun bu Qonçoydan üstdədir, türk olduğu üçün. Moğul dövründə, indi gəlir Moğul dövründə görək necədir, xatunların sayısı da çoxalmağa başladı. Moğul dövründəki hakimiyyətə gəldilər xatunların, yəni o evlənmək məsələsində şah eləyə bildi öz millətindən neçə dənə xanım alsın. Moğul dövründə xatunların sayısı da çoxaldı, çoxalmağa başladı. Fəqət bunlardan yalnız bir danası türkən, yəni mələkə məqamında olurdu. Amma yenə də bunlardan biri türkən olardı.
o xanım Türkən olardı ki, oğlu vəliəhddir. Yəni mələkə məqamında olardı. Əski türklərdə qadınlar genəlliklə Amazon idilər. Bu Amazon taza bir sözdür, mən bilmirəm nədir. İndi bu Amazon ki vardı, cins satır internetdə, o deyil qaidətən. Əski türklərdə qadınlar genəlliklə Amazon olardılar. O Amazon idilər. Görək ki, nə mənə yəni? Amazon nə mənə idilər? Minicilik, sələhşurluq, minicilik yəni at minmaq, heyvanları minmaq. Yəni tək at yox. Minicilik. Minmaq. Sələhşurluq, sələhşurluq savaş. Qəhrəmanlıq, savaşda ölməkdən və öldürməkdən qorxmamaq. Və hətta onun biraz üstü, strateji türküb savaşıb qəhrəman olmaq. Türk erkəkləri qədər Türk qadınları da var idi. Deyir ki, bu Amazonu mən baş tapmadım. Nədir? Mənasını görək sorular deyəcək. Yox, amma dedi ki, yəni bunlar, xanımlar da bu şeylərdə erkəklər qədər Türk qadınları da var idilər. Yəni bu atlıqda, heyvan minmaqda, sələhşurluq savaşda və qəhrəmanlıq işlərdə bir erkək kimi var idilər. Doğrudan doğruya, yəni %100, doğrudan doğruya qala mühafizi, vali və elçi ola bilirdilər. %100 eləyə bilərdilər ki, o zaman böyük işlərdən biri qalanın qəl'ə farsısı deyirlər. Qala, fikirəm ki, türkcə sözdür, bilmirəm. Qala, bunun mühafizəti, bunun düzəltməsi, əmniyyəti, güclü saxlaması, düşmənin qarşısında nə cür savaşıdır, bunun fərmandehi var idi onun. Onu deyir ki, qalanın mühafizəti, vali, ustandar, indi İranda ustandar deyirlər bu cəhəlli İranda, və elçi, səfir də deyir, ola bilərdilər xanımlar. Sıradan ailələrdə ev ortaq olaraq qarı ilə qocanın ikisinə aid idi. İndi oracan şahlarda danışdıq, siyasi ərkanlarda danışdıq. İndi gələk öz aramızda, bizlərə tay məmuli adamlarda. Deyir ki, sıradan ailələrdə məmuli, sıradan məmuli. Məmuli sözü ərəbcədir, onun türkçəsi sıra. Sıradan ailələrdə ev ortaq, müştərək olaraq qarı ilə qocanın ikisinə aid idi. Qarı xanım, qoca erkək, ər-arvad bunlara ikisinə yetişərdi. İkisinin idi. Sucuqlar üzərindəki vəlilik haqqı baba qədər anaya da aid idi. Uşaqların üstündə olan vəli, yəni onların idarə haləti. Onların idarəsi saxlaması, ya deyək, beləsi deyək. Uşaqların saxlaması, babanın nə qədər haqqı var idi, ananın da o qədər onda haqqı var idi. Erkək hər zaman qarısına sayğı göstərir, onu arabaya mindirərək özü arabanın arxasında yorurdu. Deyir ki, normal buydu ki, erkək kişilər hər zaman qarısına sayğı göstərsin. Sayğı, ehtiram. Ehtiram ərəbcə sözdür. Onun türkçəsi sayğıdır. Sayğı göstərir, onu neynərdi? Xanımı normalda buydu. Ya ata mindirərlər, heyvana mindirərlər, ya da atın daşqası olsa mindirərlər o daşqıya və araba deyilir türkçədə. Bizdə də daşqa şeycət daşıyərdi. Yük daşıyərdi əslində. Araba elə oydu ki, şey daşıyərdi. Amma bizdə sonralar Türkiyədə araba hər cürə çərxi olana, təyəri olana dedilər araba. Bizdə bu aradan getdi. Araba mindirərək, hər halda mindirərdi onu ya kaliskiyə, ya daşqiyə və xanımısın özü də onun arxasıcan gedərdi. Yəni, əlbəttə, məsələn, mənim dədəm həmişə qabaqda gedərdi, nənəm də onun dalısınca. Bu cürsü də görsənərdi, yəni.
yürürdü. Yürümək dedik yol yeriməkdir. Arxası da ki dedik, bilirsiniz də, arxalıq da ki deyərlər. Normalda bunu giyərsiniz ki, belizi tutsun. Bel arxa. Arxa yəni dalı. Şüvaliyəlik əski türklərdə genel bir karakter idi. Şüvaliyə bilirsiniz, bu savaşçılıq, amma mərdanə. 2 nəfər birbiri ilə mərdanə savaşmağa şüvaliyə deyirlər. Centilmenlikdir indi bu günlərdə centilmen deyirlər bunlara. Centilmenlər şəmşir götürüb savaşmırlar. Amma orada qədim o savaş şüvaliyələr çox belə cavanmərd deyə bir şey. İgid bizim dilimizdə igid. Cavanmərd farsça olduğu üçün bizdə igid var. Şüvaliyəlik əski türklərdə genel umumi bir karakter idi, bir rəftar idi. Türklərdə bu var idi. Gərək cavanmərd olaydı. Yəni şey olaydılar. Feminizmdə türklərin ən önəmli ilkələrindən biri idi. Feminizm, xanımların haqqının tərəfdarı olmaq da türklərin ən önəmli mühüm ərəbcədir. Onun türkçəsi önəmli. İlkələr həm əvvəlləri, yəni qaidələrdən, usullardan, bunlardan biri idi. Qəvaid, qəvanin, usul, bunlar hər üçü ərəbidir. Onun türkçəsi də ilkələr olur cəmi. Biridir. Qadınlar malları kullanma haqqına sahib olduqları kimi dirilik zəamətlərə dəyərliklərə, zəamətlərə, liderliklərə, xaslara, malikanələrə də sahib ola bilirdilər. Dəyərliləş olacaq bu, dəyərliklərə. Deyir ki, qadınlar malları kullanmaqda, yəni evdə hər nə mal var, darayət var, onu kullanmaqda haqq sahibi idilər. Bu birinci. İndi İslamda bu değişdi ha. Baxın, İslamda değişdi. İndi bir dana xanım gəlir bu evdə işləyir, fəş toxur, zəhrə əyirir, gedir eşikdə işləyir filan. Bəhman istir bu evdən məsələn qardaşına, bacısına bir şey versin, vermir ki, məsələn mən ərimdən görə icazə alam. Çünki özün orada sahib bilmir. Mütəəssifanə elə bu da bahis olur ki, özlərin qonaq kimi bilirlər. Mən gedəcəyəm gec tezi. Gec tezi mən gedəcəyəm, bu ev mənim deyil. Belə bir fikir xanımların zehninə keçirdirlər. Deyir ki, dəyərliklərdə hər nə dəyərli bir şey var idi. Dəyər, yəni ərzişli, qiymətli. Dəyərliklərə, yəni ərzişli bir şeylərə, maldır, heyvandır, deyək ki, qızıldır, puldur, paltardır, damdaşın özüdür, burada içində məsələn qapqacaqdır, ərzişli bir şeylər də hər nə mənə, üzükdür, filandır bunlar. Zəamətlər, zəim rəhbərlik sözüdür, ərəbcə sözdür. Zəamətlərə, yəni o şeyləri ki, ərzişlidirlər və ya işlərdə öndə getmək istər, rəhbərlik halətində. Deyir, o rəhbərlik eləmək işlərdə də xaslara. İndi baxın, məsələn deyək ki, bizim bir ağsaqqalımız var, bir ağbersəyimiz var. Ağsaqqal ölürsə, ağbersəy o işləri görə bilər. Məsləhət verər, güzarış elər, işləri görə bilər. Ona deyirlər rəhbərlikdə zəamət oradan gəlir. Zəim ərəbcə sözdür. Xaslara, yəni xas işlərə, məxsus özəl bir işlərə, malikanələr hər nə mənə ki, biz ondan malik ola bilərik. Ola bilər ev olsun, maşın olsun, məsələn, bağ olsun, bağat olsun, vəsail olsun, bunlara, tükan olsun, bunlara bir nə deyir, malikanələr sahib ola bilərdilər. Xanımlar bunların hamısına sahib ola bilərdilər. Əlbəttə, ərəblərdə də İslamdan qabaq Xədicəni bilirik, məsələn, misal olaraq bilirik ki, bu hər şeyə malik idi. İslamdan sonra yavaş-yavaş bu nədir olub tarixdə değişilibdir. Əski qovumlar arasında heç bir qovum türklər qədər qadın cinsiyyətinə haqq verməmişlər. Deyir, əski qovumlar, qədimi qovumlar ki, yaşırmışlar tarixdə, onların arasında heç bir millət, qovum, türklər qədər ərəbcə sözdür, türklər yəni türklərin
əndazəsi qədər, əndazə də farscadır, bəlkə də ərəbcədir, farscadır fikir edirəm. Qədər hər halda ərəbcədir. Qadın cinsiyyətinə, yəni qadın tanınan insanlara haqq verməmişlər. Heç kəs bu qədər ki, türklər xanımlara haqq verir, bu qədər haqq verməmişlər. Əlbəttə, mən haqqından bilirsiniz, mənim hər halda. Və sayğı göstərməmişlər. Sayğı da hörmət göstərməmişlər. Yəni, xanıma o qədər ki, türklər ehtiram qoyardılar, qoymamışlar. Ana soyunda baba soyunun eşitliyi soy bölümündə anlatdığından burada da təkrarına gərək yoxdur. Deyir, biz bunu deyək ki, ana tərəfindən gələn soy, silsilə sülalə, baba soyu ilə bərabərdirlər türkdə. Soy bölümündəki üstə danışırdıq. Deyir, orada anlatdıqdan dolayı burada təkrar ərəbcə söz yoxdur. Bunu yenidən deməyə gərək yoxdur. Gərək ərəbcədir, yoxdur. Dostlar, geçdik 99-cu səhifəyə. Mən görürüm ki, burada görsədir nə qədər bizim vaxtimizdən qalır. Görsətmir, amma hər halda biraz davam eləyək. 5-incisi cinsəl əxlaq. Əxlaqa görə danışırdıq. Deyirdik ki, əxlaq birinci ətan vətəni əxlaqdır. Vətəni əxlaqın üstündə danışdıq, gəldik. İkincisi ailə əxlaqı idi. İndi üçüncüsü cinsəl əxlaq. Ailə əxlaqı, buradan bunlar danışdığımız ailə əxlaqı da nəzərimə gəlir. İndi cinsəl əxlaq, görək ki, nə mənədir. Əski türklərdə cinsəl əxlaqda çox yüksək idi. Qədimi türklərin arasında da cinsəl əxlaq, cins, can. O cinsi ki, alırıq, satırıq, ondan fərqlidir. Burada biz cinsəl əxlaq, yəni farslar deyirlər, ərəblər deyirlər cismən ya cismi. Yəni can, bədən, budun kimi ki, dedik ki, nədir? Cinsəl əxlaq da çox yüksək idi. Yüksək də yəni yuxarı idi. Yakutlar türklərin bir tayfasıdır. Yakutlarda əski Yunanlıların Venusuna qarşılıq bir doğum tanrıcası vardır ki, Ayzit adı verilir. Təəssüflə türkcəni ərəb əlifba ilə yazmaq olmur. Onun üçün qələt oxunur. Mən bunun şeyini gördüyüm üçün latinin də yazıb dostumuz Ayzit. Deyir ki, Yakut türklərində əski Yunanlılarda, Yunanlıların qədimi Yunanlılara, onların bir allahları var idi, adı Venus. Deyir, o Venusa qarşılıq, onun qabağında bunlar da bir Allah düzətmişlər, bir doğum Allahı. Yəni, diqqət buyurun, xanımların doğumuna görə bir dənə də Allah düzəldiblər. Çünki dünyanın ən çətin işi doğumaq imiş. Doğum tanrıçası, bir dənə kiçik tanrı düzəldiblər buna. Ki, işi fəqət xanımların doğması ilə imiş. Ki, onun da adı nə imiş? Ayzit imiş. Ayzit. Bu tanrıça qadınlar doğacağı zaman imdadlarına yetişər. Bu Allah tanrıça deyir də. Ça sözü yəni biraz kiçik. Farslar da bunu bizdən alıblar. Ç eləyiblər. Bətçe. Bağçe. Bilçe. Kiçik bir şey. Bizdə tanrıça. Yəni kiçik tanrı. Tanrıça qadınlar doğacağı zaman, o zamanki qadınlar doğur. Orada nə olarlar? Zaman ərəbcə sözdür. Mən bilmirəm, bizdə bunun türkcəsi nədir? Zaman ərəbcə sözdür. Farsıda da var, bizdə də var. İmdad da ərəbcə sözdür. İmdad kömək deməkdir farsca. Yardım türkcə. Yardımına yetişir. O qoşardı xanıma köməklik eləsin ki, xanım ölməsin. Mütəəssifən o zamanlarda xanımlar çox ölürdülər. Doğrudan bəzi arvad ki diri qalırdı, elə onu deyirlər ki, Allah diri saxlayıbdı. Elə bizim də zamanımızda, mənim özümün kiçiklik zamanlarımda da bunu görmüşük kətlərdə, şəhərlərdə ki, xanımlar çox ölürdülər. Hətta sonralar Təbrizdə Bimaristan-Azada da aparanda gördünüz ki, yenə də can çıxadamırdılar. Onun üçün hamı inanırdı ki, bu xanımlar ki, doğdular, uşaqları rahat oldu, ölmədilər, bunlara bir tanrı köməklik edir.
onların qolayca doğmasına yardım edər. Yəni o xanımların rahat doğmasına, qolay dedik ki, türkçə sözdür, rahatca ərəb sözüdür rahat, sadə, bu ikisi sözünün yerinə qolay kəlməsini türkçədə işlədirik. Yardım edər, köməklik edər. 3 gün Luhusanın yeni doğmuş qadın. Luhusa kimə deyirlər? Taza doğan xanıma bizim nə deyirik ona? Zahı. Zahı deyirik indi. Zahı xanıma Luhusa deyirmişlər. Luhusanın 3 gün Luhusanın baş üstündə bəklədikdən sonra bərabərindəki dərə, tarla, ağac, çiçək, pərirəllə gök üzünün 3-cü qatındakı sarayına dönər. Yəni deyir ki, bu Allah tanrıça ki dedik adı nə idi? Ayzit idi. Bu Ayzit xanımlar doğana yaxın gələr bu evə. Orada qalar bu xanım Zahının 3-cü gününəcən. Luhusa dediyimiz xanım ki 3-cü gününəcən başının üstündə bəklər. Bunun gözlər ki ölməsin. Sonra bərabərindəki dərə. İndi o evin qabağında dərə var həttəmən. Orada tarla. Onların hərəsinin bir Allahı var. Bunlar bizim şeyimizdə, usturələrimizdə çoxdur. Dərələr qaranlıq olar orada. Məsələn, deməyim adların, deyim, hal nənəsi olar, nə bilim falan olar. Bu cür bir şeylər təsəvvürdə olar. Dostlar, bilirsiniz, bizim zehnimiz çox əcib bir mövcuddur. Bizdən də müstəqildir. Bizim sözümüzə qulaq asmaz zehnimiz. Buradakı fikirlərimiz. Normalda meşədə hissat yoxdur. Amma biz qaranlıqdan qorxarıq. Qaranlıqdan qorxduğumuz üçün, xüsusən uşaqlıqda bizə pis nağıllar deyərlər. Biz gecə yatanda o kölgələr düşərlər otağa, biz oradan qorxarıq. Mən 13-14 yaşımdan onlardan qorxub ağlamışam. O qəd qorxulu nağıl deyərdilər bizlərə, kətdə xüsusən. Şəhərə gələnə yaxındakı yapını çox atmışdılar. Ərz edeyim xidmətcə, məsələn, bu hal nənəsindən, yəni bir də xanımlar fikirəm uşaq doğanda hal nənəsinin qorxusundan ölərdilər. Ki, hal nənəsi gələcəkdir, uşaq doğanda mənim içimin çəkəcəkdir, ciyər böyrəyimiz adım aparacaqdır, məsələn, mən öləcək. O qədər bu nağılları deyərlər, insanların çox elə qorxulardan ölərdi. Və bunlar, dedim, insanlar, məsələn, qaranlıqda mən bunu bir-iki dəfə özüm qorxuma gələrək, gecə qaranlıqda durmuşam, gecə saat 12-də, məsələn, Torontoda getmişəm meşiyə. Ki, gedim, görüm burada nə var əslən. Bir-iki dəfə özümlə piçaq da apardım, sonra da piçaq zat da aparmadım, dedim, gedəcəm. Siz burada girirsiniz, kölgələri zehniniz sizə qorxudur. Sizin zehniniz də yoxdur ki, oradan bir canavar gələcək, oradan bir şey gələcək. Bunu diqqətə alın. Heyvanlar adamlardan çox qorxurlar gecələr, qaranlıqda. Çünki hamısı o birisini yeyə bilər. Amma insanın nağıllar deyirlər, bu nağıllar uşaqlıqda qalanda, böyüklükdə bunları hər şeydən qorxudur. Və adam özü də bilmir niyə. Mən bunları çox illər bunların üstünü işləmişəm. Mənim qorxularımın kökü nədir? Axır tapmışam ki, bu hal nənəsindən, nə bilim, cindən, şeytandan, şəyətin deyərlər orada. Şəyətin, cin, hal nənəsi, qaraçuxa, nə bilim. Bu cürsü o qədər var idi ki, bunlar, indi, bunlar normalda qaranlıq yerdə olarlar, meşəlikdə olarlar, dərədə olarlar, bu cür bir yerlərdə. Ona görə deyir ki, bərabərliyindəki o evin qabağındakı dərədə tarla, zəmi biz deyirik. Farslar məzrəə deyirlər. Türkiyədə tarla deyirlər. Ağaçlar ki vardı evin qabağında, çiçək pəriləri ilə, bir də güllərin pəriləri. Yəni o evin ətrafında hər nə var, onlar. Onların pəriləri gök üzünün 3-cü qatındakı. Türklər, indi diqqət buyurun, usturədə göyü neçə qat bilirlər? İslamda da 7 qat bilinir. Göy, indi deyir ki, bunlar hamısı bərabər, bunların Allahları, hamısının Allahları bunlar bərabər. Göyün 3-cü qatındakı saraylarına dönərdilər. Onların bir orada 3-cü qatda saray, qax deməkdir farsca. O qaxa dönərdilər. Bununla bərabər Ayzit ki dedik, yəni o
Allahça, o Allahça, Tanrıça bununla bərabər Ayzitin heç xoşgörü qəbul etməyən bir şərti var idi. Deyir, xoşgörü, yəni xoşniyyət. Xoşniyyət, xoş türkcə, ərəb, farscadır fikir edirəm. Fikir edirəm, çünki oradan oxumuşam, ona görə bilmirəm. Xoş, bəlkə də türkcədir, bilmirəm. Görü niyyət deməkdir, niyyət ərəbcədir. Xoşgörü, xoşniyyətdir. Deyir ki, heç xoşgörü qəbul etməyən, xoşniyyəti qəbul etməyən bir şərti var idi bu Allahın. Nə idi? Namusunu qorumamış olan qadınların yardımına nə qədər yalvarırlarsa, və nə qədər dəyərli qurbanlar və hədiyyələr sunurlarsa, sunsunlar, bir türlü gəlməzdi. Bunun şeyi budur. Deyir ki, namuslu xanımların köməyinə gedərdilər bunlar. Deyir ki, namusunu qorumamış olan qadınlar. Burada istir xanımlara desin ki, namusunuzu qoruyun. Diqqət buyurun. Bu namus məsələsi tarixdə minlər, milyonlar insanı ölümə veribdir. Namus nə deməkdir? Əvvəl bunu bir düşünək. Namus nə deməkdir? Hər adamın özünə bir namusu var ya yox. Namus o zaman ortaya gəlir ki, siz bir nəfərə bağlı olursunuz. Yəni, məsələn, dədə olursan, qızların sənin namusundur, xanımın sənin namusundur. Evlənməsən, sənin namusun nənəndir, bacındır, ondan sonra yoxdur. Çünki sən onları özünü sahib bilirsən. Yəni, niyə məsələn özgəyə görə biz özgənin onu namus bilmirik? Çünki namus bilsək işimiz olmaz ki, özgənin xanımısı ilə. Hətta almarıq əslən, bir xanımla evlənmərik. Çünki gəlir o namusdur da, məsələn, bizim namusumuz ya özgənin namusudur. Amma niyə evlənirik? Çünki onları namus bilmirik. Onu özümüzə namus bilmirik, özgəyə namus da bilmirik, onu da deyim. Yəni bizim zehnimizdə bizimkilər namusdur, özgəninkilər namus deyil. Demirik ki, onlar da özgənin namusudur, baxmayaq. Ya işimiz olmasın, ya söz atmayaq, ya öcəşməyək, ya hər halda. Bu namus məsələsi malikiyyətdən gəlir. Bizim məsələn oğlanlarımız qızlarla rahatca gedirlər, məsələn sevişirlər. Yəni seks edirlər. Burada heç kəs demir ki, namus məsələsi var. Niyə orada namus məsələsi olmur? Biz niyə namusu orada düşünmürük? Bu bunu göstərir ki, bu bir şey milkiyyətdən gəlir. Mən bu xanımı öz mehmizimin altında, şallağımın altında, cücümün altında saxlamaq üçün ona deyirəm ki, sən mənim namusumsan, sən məsələn bir şey olsan, səni öldürürəm mən. Özgəni öldürmərəm, amma səni öldürürəm. İndi oğlanlar çox rahatlıqca fahişəlik eləyə bilirlər. Fahişə mənim nəzərimdə fərq eləməz. Qız, oğlan olsun ki, o adamlar ki, puldan ötürü bu işi görürlər. Pul verir, bir an xanımla, məsələn, seks edir. Hal ki, eləmir, seks edir. İndi, bir dənə xanım pul versə, seks etsə, o da o cür ola bilər. Bunun şeyə fikirləşək. Məncə, yox, düz deyil. Namus məsələsi aradan getməlidir. İnsanların hamısının şərafəti var. Ya bir insana zor elirlər, oğlana da zor eləsən, məcbur olandan sonra neynəyəcəkdir? Yəni, boyun əyəcəkdir. Siz bunu da namussuz deyib öldürənməzsiniz. Çünki zordur, savaşdır, oğurlayıblar, aparıblar, meşədə, çöldə, parçıda, orada, burada birinə təcavüz ediblər. Qız olsun, oğlan olsun, bir iş görmək olmaz. Savaşdır, düşübdür, olmaz. Bir adamı qorxudublar, uşağından, ailəsindən bu işi görüblər. Gene də olmaz. Yəni, namus məsələsi, dedim, malikiyyət məsələsidir.
Yoxsa biz necə özümüzə bu haqqı veririk? Özgənin xanımısı ilə rahatca dost olaq, qız dostumuz olsun, oynaşımız olsun yəni der. Onlar bizim oynaşımız olsun, amma özümüzün qızımız, arvadımız, nənəmiz onun özgənin oynaşı olmasın. Burada bilirik ki, namus məsələsi də əxlaqın bir parçasıdır ki, İranda bizə öyrədiblər. Bu doğru bir söz deyil məncə. Biz gərək insanlara bir güvən, yəni mən sənə güvənirəm. Sənə də bu azadlığı verirəm. Hər vaxt məndən xoşun gəlmədi, bir ayrısından xoşun gəldi, məndən ayrılasan ondan rabitəyə girəsən. Məndən ayrılmamış ondan rabitəyə girmə. Mənə bu qədər ehtiram qoyucunan ki, məndən ayrılmamış ondan rabitəyə girmə. Özcəyini. Mən tanımadığımla ya tanıdığımla fərq eləməz. Mən böyük adamlar tanımışam bu son zamanlarda. Bir dana bizim familimiz var. Bu bir gün bir dostumuz var. Beləsi deyim, famil deməyim. Çünki bu bir gün gedir evinə görür ki, qardaşı bunun xanımsı ilə sevişirlər. Bu insan o qədər böyük insanmış. Mən bunu tanımırdım. Son zamanlarda tanımışam. Görürdüm bu insan çox mətin, çox şərif bir insandır, amma bu qədər bilmirdim. Yəni mən deyirdim ki, biraz ağıllılığındandır. Amma sonra görürdüm bu insan çox şərif insandır. Yəni bunda bir əslən bunların abrısına toxunmur, bunları vurmur, bunları döymür, bunları abrısını məhəllədə, famildə aparmır. Yavaşca xanımısına deyir ki, sənin işinə mənimki quturdu, qardaşına da deyir ki, sənin işinə mənimki qutardı. Gör, burada o namus məsələsinə geçmir. Çünki bu bilir ki, o xanım göylü istəyibdi, ya bir cür olubdu ki, o qardaş bunun qardaşı ilə rabitə edəcək. Bəs burada o iki dana ürək bir-birinə bağlanıb, məndən qopubdu. Mən məndən qopan ürəyi niyə özüm, onu da aziyət verim özümü də? Bu çox ciddi bir məsələdir, bu namus məsələsi. Biz bunu aradan qaldırmalıyıq. İnsanlara özgüvən, yəni etimad və nəfs verməliyik. İkinci, bunu yaratmalıyıq ki, mənim səndən xoşum gəlməsə, sənə deyəcəyəm ki, xanım, bu ana mənim səndən xoşum gəlmir. Mən ayrı adamla yaşayacağam. Bu dəlilə ya dəlilin ya deyəcəyəm ya deməyəcəyəm. Xudahafiz, ayrılaq. Və xanıma da bunu deyəcək, sən də bunu demə haqqın var və heç mücazat olmayacaqsan, qəhr olunmayacaq, falan olmayacaq. İndi qalar maldar həyatımız, bunu da ya bərabər bölərik, ya da birimiz bağışlarıq o birisinə. Mən bu insanın, bu nağılı, hikayəni çox az zamanda eşitmişəm. Bəlkə bu nağıl 10-15 ilin sözüdür, bəlkə də çox. Amma mən bunu taza eşitmişəm. Vaqən o kişinin üzünə deyə bilmərəm ki, məsələn, mən də bilirəm bunu. Amma vaqən, məsələn, böyük şərif insandır. Yəni, o insanlardan ki, mən bunun əlini öpbağa hazirəm. Mən ki, normalda çox çətin adamın əlini öpərəm. Amma bunun əlini öpbağa hazirəm. Çünki bunun tayı insan bizim camiəmizdə çox azdır. Savadsız olmağına baxmayın. Adamın savadlığı yoxdur. Adam güclüdür, çox güclüdür. Amma güclü ola biləcəksən ki, bu sənin haqqın deyil. Uşağını öldürənməzsən, xanımını vuranmasan, mücazat eləyənməzsən. Necə ki, öldürənməzsən. Vuranmasan, mücazat eləyənməzsən. Hətta küsmağa da haqqın yoxdur. Bunu deyirəm, mən özüm, məsələn, qızımın biri ilə bir müddət kəsdim. Sonra getdim, barışdım. Yəni, hər halda. Bununla bərabər, Ayzidin heç şörüsünü oxuduq. Tamam, oranı da oxuduq ki, deyir ki, namusunu qorumamış olan xanımlar, mən bu sözlə müxalifəm, bunu dedim, qadınlar yardımına gəlməz. Hətta onlar nə qədər yalvarsınlar, nə qədər dəyərli qurbanlar, qurban ərəbcə sözdür, bəlkə də ayrı dildən gəlib ərəbə, qurban verilirsə versinlər, hədiyyələr verirlər, hədiyyə ərəbcədir, verirlər, versinlər, sunmaq, vermək. Təqdim eləmək. Təqdim sözü ki vardı ərəbcədə, məsələn, filan şeyi təqdim elədilər.
çox müəddəbanə, çox böyük danışmaq, yaxşı danışmaqdır. Onun türkcəsi sunmaqdır. Farscada yoxdur fikir edirəm. Buna müadil. Amma deyir gəlməz də hər halda. Neyin eləsin? Bundan başqa Ayzita məxsus bir yaz bayramı da var. Deyir ki, o Ayzit, dedik gülülə filanla da, ağacla, dəri ilə filanla ilgisi var bu Allahın. Dostlar, elə burada qoyaq qalsın, çünki görsədir ki, 20 neçə saniyədən sonra kəsəcəkdir. Mən onu sizə görüşmək ümidi ilə. Cinsəl əxlaqımızın 3-cü paragrafını oxuduq. Yarın oradan davam verərik. Sizə sağlıq və səlamətlik arzulayıram. Sağ qalın. Gecəniz xeyir olsun.